Tarixi binalar reklam lövhələrindən qurtulur. Abidələrin qorunması məqsədi ilə həyata keçirilən tədbirlər eyni zamanda paytaxtın estetik simasının daha da yaxşılaşdırılmasına xidmət edir. Əməkdaşlarımız reklam lövhələrinin sökülməsi prosesini lentə alıblar. Bura paytaxtın mərkəzi küçələrindən biridir. Uzun illərdir tarixi abidə statusu daşıyan bu binaların üzərində iri reklam qurğuları yerləşdirilib. Lakin çəkiliş apardığımız zaman aidiyyəti qurumun nümayəndələri əraziyə gəldi və lövhələr sökülməyə başlanıldı. Hazırda dayandığımız bu ərazidəki tarixi bina bir müddət öncəyə qədər reklam qurğuları ilə quraşdırılmışdı. Artıq həmin qurğular yığışdırılır və tarixi bina öz orijinallığına qayıdır. Söküntü işləri paytaxtın digər tarixi binalarında da həyata keçirildi. Məqsəd həm abidələrin qorunması, həm də şəhər görünüşünün tənzimlənməsidir. Dövlət Reklam Agentliyindən verilən məlumata görə lövhələr binaların üzərinə icazə alınmadan yerləşdirilib. Mütəmadi monitorinqlər aparılır. Tarixi binaların, abidələrin üzərində qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı dayandırılır. Bu il ərzində 156 obyekt üzrə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların vurulması halı aşkarlanıb və onların bir hissəsi artıq tərəfimizdən demontaj olunub və bu proses mərhələli şəkildə davam etdirilir. Qurum rəsmisi onu da əlavə etdi ki, tarixi binaların üzərinə qeyri-qanuni reklam yerləşdirən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 300 manatdan 10.000 manata dək cərimələnə bilər. Maya Sabir qızı Namiq Ağayev, İTV Xəbər.